Herkese salam, kanalıma ve videoma hoş gelmişsiniz. Bugün yepyeni bir video vlogla karşınızdayıq. Hal-hazırda gördüğünüz kimi Ayla pijamaları ilə də səhər durdu, əlini yudurtdum, dişini fırçaladım. Amma əlini dəyişmədim çünki bu vlogda istədim ki, birlikdə əlini dəyişək. Vlogumuz səhər rutini təbii ki də deyil. Belə düşündünüzsə bu səhv cavabdır. Bugün Aylamın qulaqlarını dəyişdirməyə gedirəm. Artıq böyüdüyünü və sırğı taxmaq yaşının gəldiyini düşünürəm. Bilirsiniz ki, körpələrin əgər qulağını vaxtından tez, məsələn 4 ay, 5, yəni 1 yaşından tez deşdirsəz, hətta 3 yaşa qədər məsləhət görülmür. Çünki immunitet sisteminə düşə bilər, yəni körpələrin. Bizim də uzun sözün qısası, bugün gedirik Aylanın qulaqlarını deşdirməyə. Çox heyecanlıyam. Təbii ki, Aylanın yenə geyimlərini birlikdə seçəcəyik, birlikdə geyindirəcəyik. Amma ondan əvvəl sizə aldığım sırğanı göstərim. İlk öncə bu şəkildə 2 dənə nöqtə şəklində sırğa aldım. Təbii ki, irəlidə Aylaya adının yazıldığı sırğanı ala bilərəm. Amma bunu gördüm və çox bəyəndim bugün məktəbdən gələndə. Gördüm, çox bəyəndim, aldım. Dedim ki, hazır almışkən də müştəri mağazasına girmişdim də, oradan aldım. Dedim, almışkən də sizlərə belə bir vlog çəkeyim. Və belə bir şirin pandalı broşka gördüm. Bunu da yenə çox sevdim. Mavi pandalı. Həqiqətən çox sevdim. Bunu da almaq istədim təbii ki, ikisini də. İndi gedək Aylamıza paltarlarını seçək. Bu arada oradan qaydanda biraz gəzəcəyik parkda falan. Buna görə həm çöllük, həm də şık geyimlər seçməyə çalışacağam Ayla üçün. Və bu hazırdır. Göstərim tez. Bu şekilde bir cins şal var. Daha sonra kısa kol boyda çünkü üstünden zaten bu kutkasını giydirəcəm. Kutkası, arkadaşları, corabı, saç spreyi. Bunun həqiqətən çox yaxşı sprey olduğunu düşünürəm və hardasa bir ildən çox istifadə edirəm, bəyənirəm yəni 10 üzərindən 10. Təbii ki, bu daraq da yenə hani alansız bir sprey qarışıq yəni. Artıq 4 ildən sonra biraz şey olub. Daraq elədiki aralara baxın, şey keçmiş. Və çox rahat bir şəkildə darana bilir. Nəysə bunları geyindirim gəlirəm. Tada, dünya gözəlim hazırdır. Saçlarını bu arada belə hördüm, yığdım. Çox qəşəng oldu. İstəsəz bu saç modeli necə yığılır? Aylanın üstünə bir neçə saç modeli təbii ki, bilirsiniz, var elədiyim. Bunun haqqında video çəkərəm. Ayaqqabıları qaldı geyindirmədiyim. Bu da o pandalı şey. Bunu da indi taxacağam. Kurtkasını da geyindirəcəm. Təbii ki, mən də hazırlaşmamışam hələ. Mən də hazırlaşım, ondan sonra evdən. Burada bir gözəllik var. Burada bir gözəllik var. Taxdım yenə saçlar. Efsane. Hop. İndi deməli Ayla ilə birinci olaraq biz salona gedəcəyik. Yəni qulaqlarını dəyişdirməyə, qulağını dəyişdirəndən sonra da parka gedəcəyik. Çünki biraz gəzsin, hava alsın istəyirəm. Uzun zamandır Timurun xəstəliklərinə uğraşdığım üçün evdən çıxa bilmirik. Timur oradadır, Timur nənəsindədir. Bugünün nənəsinə verdim. Dedim Ayla ilə biraz vaxt keçirdik falan. Burada Timur gayet yaxşıdır. Heç narahat olmayın. İndi isə gedək Ayla ilə salona. Oradan da çıxaq. Artıq sırğaları var bir şəkildə gəzintiyə gedək. Kızlar hal-hazırda Ayla ilə çıxmışıq yəni salondan. Parka gedəcək. Buna baxın. Ay, çox qəşəngdir. Hava da əladır bugün. Arxaya baxın. Hava əladır. Mən də kurtkam dəngəzli. Uzundur bayağı bir və çox yumuşaqdır yəni həqiqətən. Neyse. Sizin üçün parka gedirəm və vlog çəkəcəm. Ay. 2 dəqiqə dayanım çünki yoruldum. Papağını da taxdım. Biraz bu tərəf çox küləklidir.
O evdən sonra Timurun bildiyiniz kimi anginası var. Hələ tam keçməyib, ilaçları falan var. Anam onu tapşırmışım. Ailada məndə də oy yoruldum bayağı. Aynen şey. Görsün Gülşə bağlıdır müvəqqəti olaraq. Mən dedim ki, bura gətirim yəni. Onsuz yeni temaları olan tərəf var, orada aparacağım. Instagramda yenə paylaşacağım təbii ki bütün anlarımızı. Takipdə qalmayı unutmayın yəni. Ayla, gözdə gəl otur, yox. Aylanın qulağı biraz şeydir. Buna görə açdım papağını da. Zaten bura o qədər küləkli deyil və hava əladır. Məncə uşağı soyuq yox, viruslar xəstələndirir. Siz də bunu diqqətə alın yəni. Analar bəzən çıxartmıram, soyuqdur, xəstələnər deyil. Amma uşağı hava yox, viruslar xəstələndirir. Buna baxın. Saçlara baxın. Ay, bu qədər gözəl olacağını bilmirdim. Bugün ayrı bir parıltı var ha da. Kəşke uşaqlar tərəf açıq olsaydı, amma bağlıdır. Təmir gedirdi, yəni işçilər var idi. Yolka var deyəsən. Yolka, hə, yolka. Bizdə də evdə yolka var bu arada. Qurmuşuq amma videosunu çəkə bilmədim. Çünki Timur bilirsiniz yenə. Hani kardeşim bir gördü, mən o qədər çox iştirak edəmədim. Dayan görüm. Uy, sırğa düşüb elə bildim. Bunu düzəldək. What? Burada sürüşkən falan yoxdur yəni. Tam olarak belədir. Burada böyük uşaqlar üçün dayılan yaşı düşmür. Bir də ora var elinisə, orada da yediyərim. Daha ora var. Ora mənə icazə vermirlər çünki 10 yaş üçündür. Mühafizə dəqiqə gəlir. Instagram'a bir iki story çekip. Все, gidiyor birisine. Gider. Gidersen gel. Все. Gidirik. Sürüşkən var burada. Buradan da sürüşdürəcəm. Amma əvvəlcə bura oturdum biraz. Mən də oturacağım bu arada. Bura oturabilsəm. Oturabildim. Tarih yanına oturduk. Oy. Yerlənərik. Uy, qucağımda bir güneş var. Mənə çox istidir. Qucağımda güneş var çünki. Ha. Güneş var və çox istidir mənə. Çox istidir mənə. Düşdüm, Ayla biraz özü yerlənsin. Kəş qış gəlsə, qar yağsa, bunlar da ağ qarla örtülsün. Aydan şəkillənsin. Instagram səhifəmə tez keçid eləyin. Orada Ayla ilə birlikdə çəkdiyimiz şəkilləri paylaşmışam. Acilən keçid eləyib baxmalısınız. Oy, Ayla böyüyüb. Ağırlaşıb. Burada bir dənə yer var, orada da biraz çəkəcəm təbii ki də. Biraz islahtam olsun. Burada ağlıma bir şey gəldi. Bizim balaca dovşanımız getdik. Çox sıxılmışdım. Günlərdən yıxılmadı da mən sizə deyirəm. Burada da dovşanım var qucağımda. Oy. Dovşanım arxaya baxar, mən də qabağa. Bu qızı yeyərəm. Bu qızı mən yeyərəm. İstisindən öldüm. Ki o tərəfə gedə bilsəm, orada gedirsə mini gözəl şeylər çəkəcəm, amma inanmıram. Çünki yoxdur yəni. Aylanın yemək saatı gələcək. O ayaqqabılara baxın. Evə qayıtmalıyıq biz. Marketdən Aylaya Ağuş uşağının məhsullarından birini alacağım. Çünki çoxdan yemir yəni. Gedəndə girib alacağım. Amma indi yox yəni. Buradakı marketdə yoxdur yəni Ağuşu. Olsaydı alıb parkda yedirərdim. Birazdan ona görə evə qayıtmalıyıq biz. Birazdan evə qayıtmalıyıq. Oh, mis gibi kokur. Qabaqda yolka var, bilmirəm görürsünüz ya yox. Gördünüz? Big Ben yolka. Burada Aylan şəkillərini çəkəcəm, amma necə çəkəcəm fikir yoxdur pek bir. Buna baxın. Gecə onda bunun işığı yanır, işıqdan düzəldilir. Gecə olsun da işıqlar yansın. Aylan qoyub bunların yanında çəkəcəm. Hamısı bir-birindən qəşəngdi. Bu park həqiqətən həmişə qəşəng olub. İndi laf qəşəngləşib. Yolka yanında çəkdim, amma qəşəng alınmadı. Gündüz vaxtı olduğu üçün Aylasız yolka görünən yolka deyə qalmışdı bilirsiniz ki. Yolka deməyinə görə. Bu uşaq mı çox istəyirəm. Bu uşaq çox şirindir. Siz Allah vəziyyətimizə baxın. Koala kimi yapışmışıq. Oy, biraz arxdan çəkim misin? Çalışım qədər arxdan çəkirəm, Ayla düşsün istəyirəm.
Yok ha. Tövbe estağfurullah. Yürek. Karşıdaki göl görürsünüz. Orada Timur ve Ayla ilə bir neçə dəfə gəlmişəm. Heç size vlog çəkməmişəm. Dedim ki, getmişkən oranı da göstərim. Oranı da göstərək, göl də göstərək, dəniz də göstərək. Gedirik. Binalar həqiqətən çox qəşəngdir. Gölün qırağında gəl çəkəbilsəm şəkillərini. Təbii ki, şəkillərini çəkəcəm. Bu arada Aylanın randevusunu özüm bilərəkdən 3-cü gün aldım. Çünki İstedim ki adam hem salonda olmasın hem parkta olmasın. Çünkü Ayla bilirsiniz ki adam fobiyası var ve bunun için psikologa aparmalıyam mı sizce? Yoksa sizinkiler de böyle beleydi, böyüdü de keçdi mi? Hatta hatırlayırsa park videomda yerlenen uşaqlar yanına geldi ağlayıp yatmıştı yani. Ha, yani eğer böyle devam edecekse psikologa götürme onu da yaz. Qamış. Oy. Qamı yok, qamış. Qamı. Yerden mi tapdım, Aylan bundan çekmek fikrim geldi. Tam olarak burada binalar arkasındayken çekeceğim. İnşallah ki fotoğraflar geçiyorlar. Ay qarğa uçtu. Bay bay qarğa, bay bay de. Bay bay. Bay bay. Bak yüzünden iş olsun. Buraya Aylan qoyacağım diye. Göldə bir iki dənə şəklində çəkdikdən sonra yola düşdük. Bir dənə buna baxın. Gözləyin. Yola düşürük. Parkın biraz daha içine belə deyim. Girək, gəzək. Burada həmişə qızlar olur, voleybol oynuyor. Bugün yoxdular. Həftə ortası olduğu üçün hər ada universitetlər var və səssizlikdir yəni. Kucağımdakine bakın. Ayla yoruldun? Yok. Var oraya gideceğinde. Biraz orada yerlemek istiyorum Ayla'nı. Orada 100% şok oldu da yani. Ha, gölüne kadar parkın düz karşısı burada. Burada Köroğlu Parkı gedir. Oy, her yer yaşlılık demən istəyirəm qar olsun ama hələ qar yağmadığı üçün bu tərəfdən gedək. Hava deyə adam bunun üçün gəlir. Burada var mı uşaqlar yerlənir? Düşəndən sonra. Aylamız buradadır. Ben de burada oturacağım ve aylamı biraz havada saklayıp şekillerini çekeceğim. Burada inşallah yıkılmaz, başımıza bir şey olmaz çünkü taşlı yer yani bakın. Hala şey yıkılmadı. Ben önce gelseydi hala yıkılmadı. Oturmadım çünkü sürat böyle olduğundan yıkılabilir. Oy oy oy. Sizi. Ben vapşe kaldıracağım. Bum. Ayla göyde kaldı. O taraf düştü, Ayla göyde kaldı. Xalası yanımızda olsaydı ondan eləyərdi ya da dayısı. Ha, dayı olsaydı eləyərdik. Bu ikimiz bir ötək olardı. Bum. Bura boşaldı, biraz da burada eğlənəcəyik. Diyeceğim size içimdeki uşağın ölmediğine sübut. Ben de bu kırmızı olana mindim. Oy. Kırmızı. İçimdeki çocuk ölmedi. Aylayla birlikte eğlendik. Çok geçeydi. Yalanlar söyleyecekler, sözlerinden dönecekler, buzdan kalpleri olacak, acı sözleri olacak. Yaralayacak sanacaksın ama hep sen kazanacaksın. Üstlerine gitmeyi öğreteceğim. Deməli Ayla yaptı. Ama vlog bitmedi de yani bu vlog çok uzun vlog olacak deyəsən olsun. Biz burada eğlendik, burada eğlendik. İndi də evə gedirik. Evə getmədən əvvəl marketə girəcəm. Ailaya bir dənə şey alacağım. Orada var idi ye. Da həmişəki qidalarından bir dənəsini alacağım evə girmədən əvvəl. Ondan vermək istəyirəm yesin. Əlinə baxın. Pontikim. Yəqin ki rastışka və ya
marka da çəkmək istəmirəm. Olan tvarok var belə. Rəsişka qabında üstünə tvarok yazılıb. Ondan alıb yedirərəm yəqin ki. Çünki Ayla neçə gündür mənə deyir ki, mənə rəsişka al, mənə yoğurt al, rəsişka al. Dedim ki, yaxşı da gedək alacam. Tvarok alacam, onsuz da o qabdadır, yəni kəsmirdi. Kəsmirdi, prosto tvarok qabındadır. Qoy elə bilsin ki, şeydir. Elə bilsin ki, rəsişka yeyir. Elə bilsin rəsişka yeyir, biz də tvarok yedirdik ona, yəni kəsmir. Kəsmir də tvarok özümüzə, hə. Oy. Pilləkəndə düşdü. Çox, yəni az qaldı evə getməyimizə. Mənim qolum ağrıyır, çox şeydir, bax. Qolumun bu ses şeydir. Elədik, bunu da burada açım çıxardım əynindən. Çünki ev həqiqətən çox istidir, qış olduğu üçün ataplenamız yanır. Əllərini falan da yuduq elədik. İndi sizə çöldən aldığımı göstərəcəm. Agosha tvarok dediyim kimi. Alacam dedim və aldım. Yablaka и banan. Детский tvarok. Bunu Aylaya yedirdəcəm. Amma ondan əvvəl şalvarını, corablar qalsın, şalvarını çıxardım və bir dənə də qaşıq gətirim. Tombikimizi yedir. Bayağı gəzdiyimiz üçün havada axşam olur. Hal-hazırda mətbəxdəyim, mətbəxin pəncərəsindən çəkirəm. Sizə gəldim mətbəxə. Ailə üçün bir dənə çay qaşığı götürüm. Artıq bilirsiniz ki, plastik yox, dəmir qaşıqları istifadə edirik çay qaşığı olaraq. Götürdüm bir dənəsini. Tripodumuzu qurduq. Artıq tripodun işığı da buradadır. Ayla buradadır. İndi bunu açaq. Bir əlimdən aça biləcəm. Açdım. Wow, bax, Ayla rəstiş. Yoğurt. Hə, yoğurt. Bu hissəsini yalamasam olmur. Burası da qalsın. Bunu yalayım gələm. Bildiyiniz yoğurtdur. Prosto nə idi? Kəsmik qarışımı var. Kəsmiksi bir dadı var. Çox ləzzətlidir. Yəni bir də yetsəm Ayla'yı bir də alacam 1-2 dənə falan. Kıvamından zaten özünüzdən yaxın tutum rahat görürsünüz. Bunu qarışdırım bir dənə, sonra gələm. Ayla qarışdıraq. Qarışdırdım. Başlayaq Aylanı yedirtməyə. Dedim bunu alacam. Bunu Ayla sonra yeyəcəm. Aklıma atıyordum ben. Arkadaşlar dolu. Çok bol ve çok lezzetli. Ayla nasıl yiyorsan? Bak al. Hadi doyun. Doydum. Aferin. Çabuk da kalmadı. Doydun çünkü bazı akşam salıyor saat. Saat rahat sabah 9 olur. Göre tabii ki yapmalı. Sabah bir üstünde. Sabah sonra 4 gün daha. Burada mektepten gidip tutmam lazım. Falan az uyuyorum. Gelmem lazım. İşten gitmeye yakında. Doğru görüşmek üzere. Dün bayaq izlədiniz zaten. İndi gəldim nə geyindirəcəm onu göstərim. Əvvəlcə bir ədəd Ayluxo Cute yazan Timur'da ikisi üçün aldığım bu qolsuz boydunu geydirəcəm. Bu əslində mənim üçün mayka funksiyası oynayır. Çünki mayka əgər Aylaya alsam ki maykası var zaten. Geyindirəndə burası bağlanmadığı üçün durmadan əynində sürüşür eləyir və çox narahat eləyir. Hətta Ayla özür gəlirdim ki çıxardır yəni. Ona görə bunu almam çox yaxşı oldu ki, altdan bağlısınız və sabit qalır. Həm də gecə boyuna qədər hərəkət eləsə də tərpənmədiyi üçün yəni sabit qalır da. Və bir ədəd bu şəkildə slipper geyindirəcəm. Gecələri üstünü çox açır. Ona görə mən də artıq kortda şalvardansa slipperlər geyindirməyə üstünlük verirəm. Eləsə bunları geyindirim gəlirəm. Çünki Aylan yatma vaxtından biraz keçir. Normalda 9-da uzanırdı yerinə. Onun yarısından kimi kitab falan oxuyuruq, söhbət edirik, yatır. Mən yatırdığım vaxtda çəkə bilərəmmi bilmirəm, amma inşallah ki çəkə bilərəm. Hush-a-bye, don't you cry. Go to sleep, my little baby. When
just 6 little horses. Hush-a-bye, don't you cry. Go to sleep, my little baby. Hush-a-bye, don't you cry. Go to sleep, my little baby. Hush, little baby, don't say a word. Mama's gonna buy you a mockingbird. And if that mockingbird won't sing, Mama's gonna buy you a diamond ring. And if that diamond ring turns brass, Mama's gonna buy you a looking glass. And if that looking glass gets broke, Mama's gonna buy you a billy goat. And if that billy goat won't pull, Mama's gonna